Assalamu aleykum, hörmətli xalqımız, hörmətli elimiz, obamız, cəmaatımız, məni dinləyənlər. Mən Metiyev Hacı Sahib Səlimoğlu Şəmkir rayonu Könül İctimai Nəzarət Təşkilatının sədri olaraq bugün Aprel şəhidi Altun Dəmirlinin il dönümünə görə, bugün müqəddəs anımına görə onun ziyarətinə gəlmişəm. Aprel şəhidlərimiz ümumiyyətlə vətənimiz uğrunda, dövlətimiz uğrunda, bayrağımız uğrunda şəhid olan müqəddəs Allah yanında uca məqam sahibinə yetişən, uca məqam sahibinə malik olan şəhidlərimizin hamısına Allah rəhmət eləsin. Şəhidlərimiz bizim üçün əzizdir, bizim üçün müqəddəsdir. Şəhidlərimizi heç vaxt unutmarıq, unutmuruq da. Onların xatirəsini əziz tutaraq onları ziyarət eləmək hər bir vətəndaşa, hər bir insana, hər bir ziyalıya, hər bir gənclərə, cavanlara bir örnek olaraq lazımdır. Onların hamısının bizim boynumuzda haqqı var. Allah şəhidlərimizin ruhunu şad eləsin. Allah şəhidlərimizin yerdə qalanlarına səbir versin. Və bugün Altun Fərmanoğlu Dəmirlinin anım günü olduğuna görə onun yerdə qalanlarına baş sağlığı təsniyyət ərz edirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah həmişə bayrağımızı uca zirvələrdə dalğalandırsın. Hərbi xidmətdə olan əskər balalarımızı Allah qorusun və həmçinin qazilərimizə də Allah şifa versin. İnşallah.